Duzda var ki. Bu xəyarlar patron xəyarları. İnci qətidir. İnci duz yeyəndə ha. Bizdə Fidan duz yemir, inci yeyir. Bu barədə mənə canlıda da sual vermişlər. Ki, çörəksiz doyursunuz. Doğru. Amma təkcə yemək olmasın da, yəni. Yemək də olursa da, mütləq yeməyin tərkibində ya ət olsun, ya da yumurta olsun. Yəni, proteinli bir şey olsun, yoxsa qarnım doymur. Bir də həcmin böyük olsun. Gəl. Çörək məni köşəldir. Mən 20-ci ildə arıqlamışdım. 100'e düşmüşdüm 74'e. Ondan sonra da mən çörək yemirdim, kökəlmirdim. 123'e qədər. 3 yıl boyunca qəç kökəlmədim. Elə ki işdən çıxdım. Depresiya, o bu, çörək ye, o ye, bunu ye. Qalxdım 90'a. İki ildə 10 kilodan çox kilo aldım. Çox şükür işimi düzəltmişəm. Nasıl pantomim danışırsınız? Uşaqlar burada yemək yeyirlər, pantomim danışırlar. Pantomim biz nə deməkdir? Diş ağrılarla.